Hər səhər işə gedəndə və axşam işdən qaydanda ətrafımdakı insanlara baxıram. Hamı mənim dilimdə danışır. Hamı inandığım dinə inanır. Bir çoxunun hissləri mənimki ilə eynidir. Hamı mənim üçün çox əziz və doğma kimi gəlir. Çirkli küçələrdə oturan və semiçka satan nənələr, isti yay günəşinin altında pişən fəhlələr, marojna satanlar, avtobuslarda və metroda bir-birinə basılmış sadə vətəndaşlar, tələbələr, pensionerlər, hətta dəbdəbəli maşınlarda gedən və tıxaclardan, tozlu və əyri-üyrü yollardan əziyyət çəkən imkanlılar, döngələrin arxasında plan yerinə yetirmək məqsədi ilə gizlənən yol polisləri, hamıya, hər bir Azərbaycanlıya görə ürəyim alovlanır, parçalanır. Niyə, axı niyə onların həyatları özlərinə layiq deyildir? Niyə ölkəmizdəki minlərlə insanlar əzilir, həyatdan əziyyət çəkir? Yaşlı nəslimiz köhnəlmiş əski parçası kimi küçələrə atılmış zavallı həyat sürdürməyə düçar olmuşdular. Axı onlar öz həyatlarını bu ölkəyə həsr etmişdirlər. Ölkənin ideyaları, ideologiyası, idolları dəyişsə də dəyişməz qalan bizik, Azərbaycanlılar. Biz ki qalmışıq. Niyə öz həyatlarını bizə həsr edənlər əziyyət çəkməlidir? 150 manatlıq pensiyanı alan anamız, atamız, palçıqlı məhəllimizdən keçib natəmiz bazardan ucuz xiyar pomidor evimizə gətirməsinə sevinmələri ağlatdırıcıdır. Məhəllimizdə tikilən Novostroyka və hətta pişik üçün keçid olmayan dərəcədə parkovka olmuş çox saylı maşınların yanında uşaqlarımızın oynamaları məni bir ata olaraq həqiqətən çox üzüdür. Ən çox məyus edən şey də odur ki, onlardan, yəni bizlərdən bir çoxu öz dərdimizin dərinliyini tam dərk edə bilmir. Biz əzilirik və bunu başa düşmür. Gürcüstandan maşın gətizdirdikdə, Sədərəkdən paltar, altı bazar yarmarkasından kartof soğanı aldıqda hesab edirik ki, qabağa düşmüş. Buna görə də sevinirik. Axı niyə həyatımızın mənası elə bundan ibarət oldu? Niyə bir balaca yaxşı yaşamaq üçün maşın dalınca Gürcüstana, müalicə üçün İrana, pula görə Rusiyaya və Dubaya getməliyik? Axı niyə? Ölkəmizdə mənəvi əziyyət çəkən hər kəsdir. Ucqar kənddə oradan-buradan tapılan yemək və siqaret hesabını yaşayan kasıb da öz biznesinə və ya hökumət mövqeyinə görə gecələri yatmayan varlıdır. Burada fəlsəfədən deyil, real həyatımızdan danışıram. Reallıq bugünkü həyatımız isə heç də ürək açan deyildir. Niyə? Qanunlarımız pisdirmi? Xeyr, dünyanın ən müasir qanunlarımızdır. Hökumətimiz yolların, binaların, digər infrastruktur vahidlərinin tikilməsinə pul ayırmırmı? Xeyr, ayırır. Başqa məsələdir ki, qanunlar işləmir və tikililər keyfiyyətsizdir. Niyə?
Kimdədir bunun günahı? Hı? Dilənçiyə qəpik quruş verməklə, metroda basa-bas zamanı ayağınızı tapdalayanın üstünə qışqırmaqla, uzun-uzadı tıxaclarda durub hökuməti söyməklə işlər düzəlməyəcək. Yox. Hər şey bizim evimizdən, özümüzdən başlayır. Hər səhər blokdan çıxanda ətrafıma baxıram. Məhəllimizin süpürülməməsi və yaxud pis süpürülməsinə, hansısa yolda kanalizasiya lükunun açıq olması və yaxud ağacın sındırıldığını gördükdə, həmin gün ərzində müvafiq idarələrə, ЖК, kanalizasiya idarəsinə, ekologiya və təbii sərvətlər departamentinə, bələdiyyəyə bu barədə məlumat verirəm və israrla xahiş edirəm ki, gördüyüm nöqsanlar tezliklə aradan qaldırılsın. Evimdə işıqlar kəsilən kimi dərhal Bakı elektrik şəbəkəsinə zəng edirəm. Ümid etmirəm ki, mənim yerimə kimsə zəng edəcəkdir. Yolda keçidlərin kifayət qədər olmadığını, pik saatında metroda cəmaata havanın çatmaması Nəqliyyat Nazirliyinə, Metropoliten İdarəsinə məktub yazmaqla öz iradlarımı bildirirəm. Dərdimiz bilirsiniz nədədir? Bizə elə gəlir ki, biz şikayət etsək, xeyri olmayacaqdır. Və yaxud fikirləşirik, qoy başqası şikayət etsin, mənim əlavə şikayətimdən heç bir şey onsuz da dəyişməyəcəkdir. Bu fikirlər yanlışdır. 100 nəfərin sözü, bir nəfərin sözündən məmurlara, onların düşüncə tərzlərinə daha çox təsir edəcəkdir. Kiminsə şikayətlərindən xoşuna gəlmirsə, deməli özündən xoşu gəlmir. Mənim başım isə ucadadır. Mən bilirəm ki, gördüyüm işlər savabdır. İlk növbədə özümə, uşaqlarıma, nəvələrimə xidmət edəcəkdir. Mən ki bilirəm, mən vicdanlıyam. Mən ki bilirəm, ürəyim təmizdir. Niyə xeyirxahlığıma görə kimdənsə qorxum, çəkinim, utanım? Görəndə ki, kimsə yerə zibil atır, həmin adama dərhal öz etirazımı bildirirəm. Maşını sürüb görəndə ki, kimsə 2 zolağı keçib qaydanı pozur, həmin maşının şoförünə pəncərədən tıxacın yaratdığını bildirirəm. Və yaxud onu qınayan siqnalı verirəm. Parkların, duzlu gölün və digər ictimai yerlərinin yanında bioparkovka pulunu yığanlardan çıx tələb edirəm. Bu təqdim olunmadıqda onların əməllərinin qanunsuz olduğunu bildirirəm. Bilirəm ki, bu cür pul yığanlar bütün gün günəşin altında yanırlar, çörək pulunu qazanırlar. Amma eyni zamanda bilirəm ki, onlara pul verməklə onların gələcək nəslinə pislik etmiş olacağam. Düzdür, bir çox halda 10-20 qəpik verirəm. Amma sözümü deyirəm. Çünki bilirəm, mənim sözüm onlara təsir edir. Mənim sözüm onların Nəqliyyat Nazirliyinin və digər müvafiq dövlət orqanlarının nümayəndələri ilə yaranan söhbətlərdə də öz əksini tapır. Qanunsuzluqları gördükdə telefonumdakı kamerayla çəkirəm və internetdə yerləşdirirəm. Maraqlıdır. Amma bəzən çəkməyə başlayan kimi qanunsuzluqları törədən şəxslər dərhal öz qanunsuz hərəkətlərindən əl çəkirlər. Heç kəsdən asılı olmayaraq burada öz şəxsi mövqeyimi açıq və aydın izah edirəm.
hər bir Azərbaycanlıya görə ürəyi yanan bir insan olaraq qarşımda olan vəzifələrimi, boynuma düşən məsuliyyətimi tam dərk edirəm.